Növbəti TikTok trendi. Bugün dünyada məşhur olan Labubu dəbdən düşdükdən sonra milyonlarla oyuncağın aqibəti necə olacaq? Əgər bu həvəs keçsə, təkrar bazarda onun qiyməti kəskin şəkildə düşəcək. Milyonlarla Labubu isə zibil qutusuna atılmaq riski ilə üz-üzə qalacaq. Məsələn, 2 il əvvəl Funko şirkəti anbarlarda yığılan həddən artıq məhsul və tələbatın azalması səbəbindən maliyyə çətinlikləri ilə üzləşmişdi. Söhbət Funko Poplardan gedir. Həmin məhsulların böyük hissəsinin utilizasiya edilməsi haqqında qərarın verilməsindən sonra 30 milyon dollar dəyərində tullantı qalağı yarandı. Bəs hazırda evin bir küncündə toz basmış spinnerləri xatırlayırsınız? Labubu da belə bir aqibətdən sığortalanmayıb. Bugün məşhurların çantalarından asılan fiqur sabah zibilliyə atıla və ya üzərində havayı yazılan qutuda ola bilər. Dilənlər zarafat kimi səslənsə də hazırda fanatlar Labubunun dublikatlarını satır, müxtəlif qruplarda bu fiqurları bir-biri ilə dəyişir və ya onları müştərilərin zövqünə uyğunlaşdırırlar. Bu da dəryada damla kimidir. Hazırda Pop Mart qutuları ştamplamaqla, insanlar isə onları alıb yığmaqla məşğuldurlar. Çünki dəbdə olanı qaçırmaq qorxusu sağlam düşüncədən daha güclüdür. İnsanlar kolleksiya toplamağı, öyünməyi və hansısa böyük bir işin hissəsi olmağı sevirlər. Lakin ötəri həvəsə görə plastik içində itib batmaqdan qaçmağı da öyrənmək lazımdır.